Salam əziz və hörmətli dostlar, xoş gördük. Umarım yaxşısınız. Çalışıram ki, bu günləri bir səfə oxuyam və hərəkət edəyəm işimin üstünə. Kitabımız ki oxuruq, adı Türkçülüyün əsaslarıdır. Yazan Ziya Gökalpıdır. 94-cü səhifənin 3-cü paragrafında dünənləri kəsildi, yarımcılıq qaldıq. Elə oradan davam edirəm. Cami mədəninin təşkil verməsindən danışır. Dedik ki, məsləki əxlaqdan əslində danışır. İş əxlaqı nəminə olmalıdır. O əxlaq ki, İranda var, ondan danışmır əslində. O şey ki, biz İranda əxlaq anladırıq, o əxlaq deyil əslində. Çünki biz hər nə ki əxlaq anladırıq, onun tərsəsini əməl edirik. Bəs bu əxlaq olmaz. Aleyküm salam əziz dostlar. İndi bu yazarımız 90 neçə il bundan qabaq, xüsusən 100 il bundan qabaq əxlaqı 5 yerə bölür. Əvvəl vətən əxlaqından danışır. Deyir ki, vətən əxlaqı tamam əxlaqlardan üstədir. Hər şeydən üstün vətəni sevməkdir, vətənə aşiq olmaqdır. Vətənin yolunda canla başlamaq. İkincisi, iş əxlaqı. Bu çox cəlib bir işdir. Əslində burada gəlir o şey ki, indi İran adlanan cəli məmləkətdə adına deyirlər ki, cami-i mədəni. Mən bilmirəm niyə bunu deyirlər cami-i mədəni. Elə bir ki, məsələn, cami-i mədəni yoxmuş. Mədəniyyətin mənası nə oldu? Mədəniyyətin mənası bu oldu. O zaman ki, insan bir şey ixtira edir ya ələ gətirir və onu müdiriyyət edir, olur mədəniyyət təşkil tapır. Yəni, o gün ki, insan daşı eləyə bildi işdə də mədəniyyətə geçdi. O gün ki, ağacı eləyə bildi yontuya neyzə düzəldə. O zaman ki, eləyə bildi o ağacın yontadığının üzünə bir dəmir əridə, dəmiri taxa ora. O zaman ki, eləyə bildi bir dəmiri ya ağacı qılış kimi, bıçaq kimi istifadə eləyə. O zaman ki, eləyə bildi bir yeri qaza girə altına. O zaman ki, eləyə bildi bir şey düzəldə, üstünə çəkə, girə altında otura, məsələn, çadır. Bu, mədəniyyət buradan başlandı. Mədəniyyət buradır. Yəni, mədəniyyətsiz insan mənası yoxdur. Yəni, biz deyənmək ki, cami vardır ki, orada mədəniyyət yoxdur. Bunun üçün, mən hətta indi yavaş-yavaş fikirləşirəm ki, niyə biz deyirik ki, kətlərdə mədəniyyət başlanıb? Məgər çadırla gedən insanlar mədəniyyət getməyiblər. Məsələn, onlar atı minmağa başarır. Əvvələn mal heyvanı əhli eləyiblər. Mən bilmirəm ki, bunu insanın ağlı necə çəkib Əslən, bu əslən ağla sıxışmır ki, insan ki, həmişə acıdır, necə eləyə bilər heyvanı əhli eləyə. Çox belə əcib, bu bir ayrı yerdən zehnə gəlmədi, bir ayrı yerdən bunu bizə örgətmədi. Buğdanı əhmaq, bu bizə örgətmədi, biz özümüz bunu örgüşə bilməzdik. Mən bu, bəzi alimlərin sözünü ki, deyirlər, insan özü bunları ələ gətirib, qəbul eləyə bilmirəm. Çünki nə cür ola bilər, insan içi daimən, insan bir dənə heyvan kimi bir şeydir o mərhələlərdə. Daimən hər nə düşsəydi əlinə yeyirdi, hər nə öldürsəydi. Axı bu gərək məsələn bilə ki, mən bu buğdanı ki, buradan dərdim, adı buğdadır məsələn, ya hər nə mənə. Bunu bir il saxlayacağam, gələn il əkəcağam, bir il gözləyəcağam, bu hövsələnin sahibi o insan ola bilərmidi? Yox, o gərək ayrı bir texnoloji sahibi bizə bunu öyrətmiş olur. Necə ki, paltarı bizə düzəltmiş. Məsələn, biz axı necə bilmişik ki, məsələn, bir dana burdun ki, dövrəsinə tor düzəldibdir, özü onun içində ölübdür. Buna biz ipək kəpənəyi deyirik, barama deyirik. Bu baramanı məsələn biz necə örgəşmişik ki, baramanı gərək su qeytərəsən, su qeynədəsən, sunun içinə salasan, ondan sonra buna bir dəstgah düzəldəsən, onun üstünə oradan ipi çəkəsən, orada onu bura, onu eləyə bir ip, o apara ora. Yəni bu bir dənə texnoloji insanın ağlına gəlməzdi. Əvvəliyyə insandan danışır, indiki insanlardan yox, indiki insan təbii ki, hər şeyin üstünə bir zərrə qoyur. Yəni, fikirləmin insanlar birdən gəldilər kompüter fəzasına, yox. Tiçik bir şeyləri bir-birinin üstünə qoymaqla bir şey düzəldiblər və indi o cürluqla değişdirirlər. Hər halda, cami-i mədəni həmişə olubdur, insan cami-i mədənisiz olmayıbdır, amma İranda bu bir dənə toğlamaqdır insanları toğlarlar. Cami-i mədəni, fəaliyyət mədəni. Bunlar doğru bir şey deyil.
İndi hər halda bir misal budur işlərdən bizə öyrətmək üçün ki, iş məsləyinin ya məsləyin əxlaqı, iş əxlaqı nə deməkdir? Və dəriciliği gətirdi. O adamlar ki, heyvanların dərisini alırlar. Bir də insanlar heyvanları öldürürlər, dərilərini çıxadırlar. Onu nə cür öyrəşiblər ki, gərək buna duz vurasız xərab olmaya, duz vurmasaz xərab olar, dərdə dəyməz. Ondan sonra bunu müxtəlif şeylərə çevirirlər. Məsələn, bir zaman paltar eləyiblər, bir zaman bundan başmaq düzəldiblər, bir zaman bundan qaval düzəldiblər, musiqi alətlərinə şey eləyiblər filan bəhman. Hər halda, indi görək ki, bu yenə dəricilik dərnəyinə gələliyim. Yenə də dəricilik, dəri, gün işlərinə, dərnəyinə, cəmiyyətinə dönəlim, gələlim, yəni qeydə qora. Hər şəhərdə bir dərici dərnəyi təşkil tapandan sonra, yəni dünənləri də oxuyanda dedik, deyir ki, hər şəhərdə dərici gönçülər bir dana özlərinə dərnək düzətməlidirlər. Dərnək dedik ki, əncümən, cəmiyyət, toplum, hər nə adın qoyursuz qoyun, sindika əlbəttə biraz böyük mərhələsidir. Deyəcək burada. Təşkil tapandan sonra bunların aralarında, yəni o hər şəhərdəki dərnək oldu. Məsələn, fikrin ki, 50 dana şəhərdə dərnək düzəldilər. Dəmirçilər dərnəyi, dəmirçilər dərnəyi, nəccarlar dərnəyi, ilmək salanlar dərnəyi, nəqqaşlar dərnəyi, mekaniklər dərnəyi, filan, döhdürlər, mühəndislər, vəkillər. Bu dərnəklər 50 şəhərdə hərəsi düzəldi. İndi ondan sonra nə olur? Bunlar aralarında Federasyon Genel Mərkəzi meydana gətirir. Bunlar özləri hərəsi hər şəhərdən bir nümayəndə göndərirlər. Məsələn, paytaxtda, o paytaxtda, baş kənddə bunlar dəricilər federasyonunu düzəldirlər. Güclü olur. Tamam məmləkətdə olan dəricilərin bir mərkəzi olur. Federasyon Genel Mərkəzi meydana gətirirlər. Eyni zamanda dövlət mərkəzində, yenə dedik, paytaxt farsca deyilir, türkcə başkənd. Eyni zamanda dövlət mərkəzində bunun kimi digər dərnəklərin federasyonlarının genel mərkəzi seçildikləri delegelər adı, aday və nümayəndə toplanaraq bir dərnəklər federasyon və meydana gətirirlər. Və bu konfederasyona qatılırlar. İndi deyir ki, hər işdən bir dana federasyon düzəldi paytaxtda. İndi bu işlərin hərəsindən də bir dana nümayəndə gedir, bir dana ayrı məclis düzəlir. Dəricilər məclisindən bir dana, nəccarların içindən bir dana, dəmirçilərin içindən bir dana, mekaniklərdən, nəqqaşlardan, ilmək salanlardan hərəsindən bir dana nümayəndə gedir, bir dana mərkəzə paytaxtda. Yenə də buna deyirlər konfederasyon. Neçə dana federasyonun mərkəzi, nümayəndə mərkəzi. Burada tamam işlərin nümayəndəsi olur. Konfederasyon və meydana gətirirlər. Konfederasyonu meydana gətirirlər və bu konfederasyona qatırırlar. Konfederasyon Avropada çox işlənir. Hətta məmləkətlər də bir-birinin konfederasyon halında gəlir. Bir federal var, bir də konfederasyona bənzər bir şey vardır ki, latincədir, bilmirəm dəqiq kök mənası nədir. O zaman bütün məsləki yaptırım gücü bir ordu halında birləşmiş olur. Diqqət buyurun, görürsünüz nə gözəl təşkilatlar. Əlbəttə bu bilirsiniz, bu yazarımız bunu Qərbidən alıbdır. Bu fikir bu adamın özünün deyil. Bu adam bunu türkləşdirib, yəni çalışıb ki, türk dilində millətə desin. Bu Avropada, Amerikada, Kanadada görünən bir şeydir ki, indi də aradan gedir, yavaş-yavaş zəifləyiblər. Deyir ki, o zaman bütün məsləki yaptırım dedik, qurumlar içi qurmuşlar da, onu yapmaq dedik, məsnui halətdə düzəldirik. Əlimizlə düzəltdik, yəni cəmiyyət düzəltdik, dəricilər cəmiyyəti Təbrizdə, Əhərdə, Kəlibərdə, Zəncanda, Qəzvində, Həmədanda, Urmiyədə, Ərdəbildə, Xoyda, Rəşdə, orada, burada düzəltdik. Sonra da bunların hamısını gətirdik paytaxtda. Paytaxtda bunlardan bir federasyon düzəltdik. Hər kəsin özün işləsinə bir federasyon düzəltdik. Sonra da hərəsi bir nümayəndə göndərdi, konfederasyon düzəltdik. Bu konfederasyon indi
bütün məsləki yaptırım, bunların hamısı gücü bir ordu halında birləşmiş olur. Bunlar tamam iş gücü, tamam gücləri bu konfederasyonda bir ordu şəklinə gələrlər. İndi bu federasyon olursa nə olar? Bu federasyon bir qərar verər. Məsələn, bu günləri, məsələn deyirəm, Təbrizdə filan karxananın işçilərinin hüququnu verməyiblər. Ya Ərdəbildə, ya Zəncanda, ya Qəzvində, ya Həmədanda, hər yerdə. O federasyon, o dərnək ki, o işə mərbutdur, o karxanaya mərbutdur, o şeyinə deyər, öz şəhərindəkinə deyər, federasyonuna. Federasyon, məsələn, Tehrandakına ya paytaxtdakına deyər, Güney Azərbaycanı danışsaq Təbrizdəkinə deyər. Təbrizdəki bunu müntəqillilər konfederasyona. Federasyondan gedər konfederasyona, yəni tamam işlər arası məclisə. Orada işlər arasında deyərlər ki, biz bu xaricəlilərdən himayət eləməliyik. Tamam işlər, hər kəs ki bizim cəmiyyətlərimizə bağlıdır, tamam hamısı filan gündən etisab eləyəcəyik. Bu adamların haqqını himayət edirik. Oradan ki qərar çıxdı, hamı yenidən öz şeylərinə, işlərinə aparar bunu və orada bu iş gedər qabağa bir ordu kimi əməl elər. Qərb demokrasi dediyimizin bu şeydə var. İndi İranda biz görürük ki, yoxdur. Yəni orada cami mədəni yoxdur. Cami mədəni hər mərhələdə camiə değişir. Əgər indi İranda, dünyada varsa, İranda yoxdursa, yəni ki, İran cami mədəni deyil. Cami mədənin düşmənidir. Çünki əgər bir millətin federasyonu olmasa, bir işçilərin və onların bir konfederasyonu olmasa, eləyə bilməzlər pulluların, sərvətlilərin və hətta dövlətin qabağında duralar. Dövlət bunların qabağında rahatca polisdən, ərteşdən istifadə eləyə bilər. Amma əgər bunların federasyonları olsa və federasyonların konfederasyonu olsa, bunlar bir ordu kimi dövlətin qabağında dura bilərlər. Cami mədənin o zaman mənası var ki, dövləti yıxa bilə. Yəni gələr elam elər ki, dövlət niyə sərmayedardan tərəfdarlıq edir, rahpeymalıq, hamı çıxar rahpeymalığa, dövləti yıxar. Bir ay işə getməyəcək, dövləti yıxar. Benzin satılmayacaqdır, palayışgahlar işləməyəcək, qutuldu, dövlət yatar. Bu örgütün vücuda gəlməsi məslək əxlaqına bir yaptırım gücü sağlar. Konfederasyonun, bu örgüt, yəni konfederasyonun, örgüt dedik təşkilat, vücuda gəlməsi, yəni həyat tapması, məslək əxlaqına, iş əxlaqına bir yaptırım gücü sağlar. Bir yaptırım gücü, yəni bir qüvvət saxlar ki, eləyə bilər ondan bu işlərin gördürə. Yəni hər dərnək dedik, konfederasyon eləyə bilər ki, rahpeymalıq versin, bu yaptırım gücüdür. Yəni əmir verir, tamam hamısı işdən çəkilir. O yaptırım bu olur, işdən çəkilin, ya işə gedin. Çünki bizdə hənuz məsləki topluluqlara məxsus bulunan məslək əxlaqlarının heç bir yaptırımı yoxdur. Niyə deyir lazımdır məslək əxlaqına? Çünki deyir bizə, yəni biz türklərdə, xüsusən indi İran adlanan toprakda, bu yalancı və cəhli toprakda, siyasi toprakda, hala hənuz, yəni indiyədək məsləki topluluqlara, topluluq dedik ki, məsələn, konfederasyon topluluqda, məsələn, bir toplum nə idi? Dəricilər, biri ilm məhsullanlar, biri mekaniklər, döhdürlər, mühəndislər, vəkillər, nə bilim, təyər satanlar, bəqqallar, qızıltılar. Bunların hərəsi bir toplumdur. Onların topluluğu har oldu? Konfederasyon oldu. İndi bu konfederasyonda məxsus bulunan məslək əxlaqının heç bir yaptırımı yoxdur. Bizim deyir camiəmizdə iş əxlaqının heç bir yaptırma gücü yoxdur. Hər fərd həyatını bir doktora, hüququnu bir avukata, sərvətini bir noterə, çocuğunu bir öyrətmənə, dinini, ağıl danışığı bir müftiyə əmanət edir. Deyir ki, niyə əxlaq yoxdur? İş əxlaqı deyir, çünki hər kəs, hər fərd, yəni hər birey, türkçəsi, fərd ərəbcədir, türkçəsi, həyatını, yəni yaşamını,
Yaşam türkçədə, həyat ərəbcə. Bir doktora biz yaşamımızı döktürə, bir dənə döktürə veririk ki, bizi məsələn sağaldır. Hüquq yəni qanuni işlərin bir avukata. Hüquqdan avukat çıxadıbdır. Avukat da latincə sözdür. Biraz değişilib olub türkçə. Avukat olur vəkil. Qanuni işlərdə bir vəkilə veririk. Sərvətini bir noterə. Malı, dərayəti də gedirik bir dəftəri, səbtə əslində orada yazdırırıq bir nəfərə. Çocuğunu bir öyrətmənə. Uşağımızı da bir dənə müəllimə veririk öyrətmənə. Çocuq, uşaq. Dinimizi kimə veririk? İnancımızı kimə veririk? Dinini ağıl danışdığı bir müftiyə. Ağıl dedik, əqlidir. Mən bunu qabaqca məna eləmişəm. Bizdə türkdə 3 dənə mənası var. Bir ayın dövrəsində hərdən bir rəhli bir şey düzələr, ona ağıl deyirik. Bir insanın beynindəki gücə, fikir gücünə ağıl deyirik ki, nəticəsi ola, sentezə deyirik. Mənim baxışımda. Bir də dedik ki, heyvanları o yerə ki toplarlar, orada ağıl deyirik. Qoyunu keçini. Ora ağıl deyirik. Amma indi din ağıl danışdığı bir müftiyə. O adam ki, bir nəfər, dini də deyirik ki, bir nəfər ki, özün ağıllı bilir. İndi görək ağlı, hangi ağıldır o 3 dənədən? Başının dövrəsidir, ya geçinin şeyidir. Ağıl danışdığı bir müftiyə, fətva verənə. Müfti olur fətva verən. Bunlarda molla yoxdur. Bunlarda ya imam var, yəni qabaqda namaz qılar. Bunun sözləri çox əhəmiyyəti yoxdur, fəqət namaza əhəmiyyəti var. Ya da müftüdür, fətva verər, əmanət edir. Bunlara deyir, canımızı, pulumuzu, sərvətimizi bu adamlara əmanət edirik. Bu əmanətə qarşılıq onları görevlərinə bağlılığa zorlamaq üçün əlində heç bir baskı gücü yoxdur. İndi mən bir dənə vəkil tutdum, bir döktürə gedirəm, deyirəm, məsələn, mənim əməl ilə canıma, ya ailəmə, məsələn, malımı bir yer banca məsələn qoyuruq filan bəhman. Deyir ki, bu əmanətə qarşılıq, biz indi bunlara əmanət verdik onlara. Onları, o iş sahiblərini, o döktürü, o avukatı, o müəllimi, o mollanı görevlərinə bağlılığına, onları o vəzifələrinə, görəv vəzifədir, vəzifə ərəbcədir, farsça deyil, türkçəsi görevdir. Görevlərinə bağlılığına, o işin, o görevin çərçivəsində bağlanmaq, orada qalmaq, zorlamaq üçün onu deyək ki, sən bu işin, vəzifən bu işdə, sən döktürsən, əməl edirsən, bu işdə bu işləri görməlisən. Bu işi görməsən nə olacaqdır? Ya bu qədər vaxt qoymalısan, qoymasan nə olacaqdır? Ya əgər mən sənə müraciə elədim, mərəzimi ayrı cür təşxis verdin, mənə zərər vurdun, özümə, ailəmə, nə cür olacaqdır? Deyir ki, əlində heç bir baskı gücü yoxdur. Heç bir baskı fişar. Farsça. Baskı gücü yoxdur. Yəni biz eləyə bilmirik. Ona bir fişar gətirək ki, ay döktürsən, mənim filan əməli eləməyəcəkmişsən, eləmirsən. Sən mənə filan davanı verməyəcəkmişsən, vermirsən, mən indi bu mərəzçilik tutmuşam. Ağay vəkil, sən məndən bir belə pul almışsan ki, bu işi görəsən, görməmisən. Molla, sən bu işi görəcəkdin, görməmişsən, bu belə olubdur. Bizim deyir, onun qabağında bunları canımızı əmanət veririk, malımızı əmanət veririk, dinimizi əmanət veririk, uşaqlarımızı əmanət veririk. Amma onlar işlərin kamil görməsələr, bizim bir gücümüz yoxdur onların qabağında. Bununla bərabər, yəni bu zaman, eyni zamanda hər hansı bir fərd dedik ərəbcədir, onun türkçəsi birey, həyatını, hüququnu, sərvətini, ovladını, sirrini əmanət etdiyi bu adamları heç bir biçimdə kontrol edəməzsə də, məslək topluluqları öz məsləkdaşlarını kontrol edə bilərlər. Deyir, mümkündür ki, biz tək adam olaraq, birey olaraq eləyə bilməyək ki, bu canımızı, yaşamımızı, qanunda olan haqlarımızı, sərvətimizi, uşaqlarımızı, ya sırlarımızı
bu adamlara əmanət verək. Deyir, fərd olduğumuz üçün heç birimiz eləyə bilmərik ki, heç bir şəkildə, biçimdə olur, biçim türkcədir, şəkil onun ərəbcəsidir. Heç bir biçimdə o adamları kontrol etməyə imkanımız olmur. Amma o məslək olaraq döhdürlərin bir mərkəzi olsa, mühəndislərin mərkəzi olsa, zəlzələ oldu, bir belə ev yıxıldı. Mühəndis bizdən pul alıb bu evi tikib ki, deyib, bu məsələn 7 zəlzələnin qabağında duracaq. İndi yıxılıbdır, deyir, yıxılıb da neyini? Yox, sən məndən pul almısan, mən aylar, illər işləmişəm, onu qazanmışam, səni almışsan ki, bu ev yıxılmaya. Yıxılıb, mən yaralanmışam, nəqs olmuşam, uşaqlarım ölüb, arvadım ölüb, dədəm ölüb, nənəm ölübdür, indi sən mənə xəsarət verməlisən. Amma zorum çatmır. Neyin yox, onda deyir ki, onda o işin, hər işin özünün, əgər bir federasyonu olsa, hər şəhərdə bir dərnəyi olsa, Ustandə bir federasyonu olsa, ya mərkəzdə bir federasyonu olsa və bu federasyonların da mərkəzində bir konfederasyonu olsa, onda nə olar? Hər işin özü bir müqərrərat qoyar. Bu müqərrəratından çıxanı özü məhkum elər. Məslək topluluqları öz məsləkdaşlarını, hər məslək öz məsləkdaşlarını, dedik ki, daş o yerlərdə işlənir ki, bərabərçilik vardır. Özləri ilə eyni halda o işdə işləyənləri kontrol edə bilərlər. Hər məslək özü kontrol edə bilər. İşinin düzünü də bilir, yaxçısını da bilir. Məsələn, deyir ki, sən əgər bir dənə mərizi təşxis verə bilməsən, ya şək eləsən, ona bilmədiğin davanı verməyəcəksən. 2 dənə ayrı döhdürünlə danış, sonra təsmin tut. İşte belə bir kontrol üçündür ki, hər məslək öz məsləkdaşları üçün bir yönətməlik ya yönətəmlik düzənlər və bir disiplin qurulu qurar. Deyir, bu kontrol üçündür ki, o öz sinfinin adamların kontrol eləmək üçündür ki, kontrol latincə sözdür. Türkçəsi gərək axtaraq tapaq ki, göz altında saxlamaq üçün, məsələn, kontrol beləsi deyək. Göz altında tutmaq. Hər məslək, öz məsləkdaşların, hər iş öz o işdə işləyənləri kontrol eləmək üçün bir yönətəmlik, müdiriyyət, yönetim ya yönetim, müdiriyyət, yönətəmlik, yəni bir müdiriyyət mərkəzi düzənlər, nəzmə salar. Düzənləmək, nəzmə salmaq və bir disiplin, bir qanun, müqərrərat qurulu qurar. Bir müqərrərat qurulu qurar. Yönətəmlik, yönətməlik, məslək əxlaqının qurallarını göstərir. Deyir, bu müdiriyyət iş əxlaqının, qanunların, quralların, yəni qəvaidin, usulun göstərir. Qəvaid və usul ərəbcədir, qural türkcədir. Disiplin qurulu məsləkdaşları haqqında uyarı, qınama, keçici və ya sürəkli olaraq məsləkdən çıxarmaq cəzalardan birini verir. Deyir ki, disiplin qurulu o komitə ki, məsələn, bir işin içində məsul oldu ki, bu işdə bir nəfər xilaf eləsə, biz ona müraciə eləyək biri olaraq. O neynər? O işə qanun qoyubdur da indi. Qanunu indi gözdür. Disiplin qurulu, yəni o qanun, müqərrərat qurulu ki vardı hər işdə, məsləkdaşları haqqında, öz işləyənləri haqqında uyarı, qınama, keçici, uyarı, yəni ixtar. Uyarı, ixtar. İxtar verir. Qınama, danlamaq. Sərzənişkərdən farsça. Qınır. Məsələn, ixtar verir, deyir ki, işivə diqqətli ol. Qınır, deyir ki, işin yaxşı görməmisən, mücazat ola bilərsən. Geçici və ya sürəkli. İndi bu, qınamaq ya uyarı geçici, kutah müddət, geçici, sürəkli, bulənd müddət.
olaraq məsləkdən çıxarmaq cəzalardan birini verir. Deyir ki, ya da ki, neynər? Gələr bunları ya bir qısa zamanda, ya bir uzun zamanda uyarı və qınamadan sonra neynər? Gələr məsləkdə olan adama ki, xilaf eləyibdir o qanun prinsiplərdən, o qanunlardan, onları məsləkdən çıxarmaq cəzalarından birini verər. Məsləkdən çıxarmaq, yəni o işə deyər ki, sən bu işi də işləyənməsən. Sən bu işi davam verəməsən. Deyər, onu daimi ya bir qısa müddətli işdən qoymaz işləsin. İşte məslək qurallarının bu tür kontrolu vətəndaşların uzmanlar tərəfindən uğraya biləcəkləri zərərlərin önünə keçər. Deyir ki, indi əxlaqı buradan görürsünüz, əxlaqı İrandakı mənada deyil, gözəl bir əxlaq tərif edir. İşte məslək qurallarının o iş qanunları ki, hər işin özünün adamları qoyublar, bu tür kontrol, bu tür göz altında tutmaqla vətəndaşların, mənin, sizin kimin adamları ki, onlara, mütəxəssislərə, vətəndaşların, yəni xalqın, uzmanlar tərəfindən, o mütəxəssis, o iş sahibləri tərəfindən uğraya biləcəkləri zərərlərin önünə keçər. Bu kontrollar o vətəndaşın, o uzmanlar tərəfindən zərərə getmək, uğramaq, yəni zərərə düşmək, qabaqların neynər? Önünə keçər, önünü alar. Önünü almaq, yəni qabağını alar, qoymaz olsun. Yəni, əxlaq bu deyil ki, orada xoş danışaq müştəri ilə. Əxlaq bu olur ki, bir dana müqərrərat olur. O müqərrəratda mən ki, zərər görürəm, gedirəm o əncümənə ya o sendikaya şikayət edirəm o işləyənə görə ki, bu mənə bu zərəri vurubdur. O da gəlir o adama deyir ki, bunun zərərini verəcəksən, pulunu verəcəksən, ya işi düz görəcəksən, işi yenidən görəcəksən. Bir dəfə, 2 dəfə bu tikrar olunsun, onu məsələn gəlir deyir ki, sən yavaş-yavaş icazəzlə bu işlə işləmək haqqın yoxdur. Batil edir onun. Mədəni şeyində bir burası var. Onu deyir ki, sən bu qanunlarından getməsən, bizim hamımıza zərər vurursan. Sabah millət deyəcək ki, məsələn, biz mühəndislərə etimad eləmirik dahi. Niyə? Çünki mühəndislər düzəltdiyi evlər yıxılır. Niyə? Bir dənə mühəndis bu evi düzəldib yıxılıbdır. Çünki sən bizim hamımıza camiədə etimad da aradan gedir. Baxın, indi İranda etimad niyə aradan gedir? Çünki cəmiyyət yoxdur. Onun üçün heç kəsə etimad eləmir. Banca etimad eləmirsən, Bursa etimad eləmirsən, İslami mərkəzlərə etimad eləmirsən, məscidə etimad eləmirsən, polisə etimad eləmirsən, heç kəsə etimad eləmirsən. Çünki heç yerdə əxlaq, sinfi əxlaq yoxdur. Məslək örgütünün bir yararı işi yapan yoldaşlar arasında yardımlaşma sandıqları meydana gətirmək, dərnək mənsubları, yararları, səqətləri, xəstələri, yetimləri, dulları bu sandıqdakı paralarla qorumaqdır. İndi məslək əxlaqının ikinci qism bölümünə keçir. Buradan birincisini dedi. Biri də qanun müqərrərat təsvib olur əncümənlərin tərəfindən ki, orada həm öz sinfini qoruyur, həm də milləti qoruyur. Hər sinf özü. Müştərilərin yəni qorur. İkincisi nədir? Deyir ki, məslək örgütünün bir xeyri də, örgüt dedik quruq, cəmiyyət, əncümən, hər nə desək. Məslək örgütünün bir xeyri, yararı, xeyr ərəbcədir, türkçəsi yarar. İşi yapan yoldaşlar arasında, hər işi yapmaq dedik, görmək. Biz Təbrizdə dedik ki, işi gördük. Burada da yapmaq deyirlər Türkiyədə. İşi görən yoldaşlar arasında yardımlaşma sandığı meydana gətirməkdir. Bəs bir işi də nədir? Hər işin öz adamları gəlirlər deyirlər, ağa, bizim qocalığımız var, təsadüf var, xiyabanda geçirik. Birdən məsələn, oğlanımız evlənəcək, qızımız ərə gedəcək, biri öləcək, nə bilim, biri işdən düşəcək, uşaqlar yetim olacaq, arvad qalacaq, filan bəhman. Bunlara bir yardımlaşmaq sandığı. İndi Təbrizdə mən bunu gördüm ki, bir zaman ki mən Təbrizdə idim, gördüm ki, hər məhəllədə xanımlar yığışırlar, hərəsi məsələn ayda bir neçə min tümən, həftədə neçə min tümən qoyurlar, qurəkeşlik elirlər, düşür birinə, o adamın bir işin həll edir. Buna məhəllə yardımlaşma sistemi deyək biz.
Məhəllədə bir-birlərinə köməklik edirlər. Az da olsa, çox da olsa bir köməklik olur, bir nəfərin müşkili həll olur. Biri də görürsüz ki, növbəsi deyil bu həftə çıxsın. Görürsüz ki, gəlir deyir mənim məsələn Allah göstərməsin, bir zərər başıma bir ittifaq gəlibdi, ya bir xeyir iş gəlibdi, mənə pul lazımdır. Deyil, bir nəfər səfindən keçir, deyir ki, sən okey, bu həftə mən verirəm sənə, sənin də növbən olanda verərsən mənə. Bu yardımlaşma. İndi bunu deyir ki, yardımlaşa sandıqları meydana gətirmək deyir. Bir əxlaqı da budur. Dərnəyə mənsub yaralılar, indi bir də insanlar var ki, işdə yaralandılar. Ya eşikdə gedir daha, evə gedir, maşın vurdu. Evi zəlzələ elədi, yıxıldı, yaralandı, işləyə bilmədi. Səqətlər dedikdə olardı ki, işləyə bilmir. Məsələn, bir hadisə üz verdi, da bu adam işləyə bilmir. Səqət oldu. Səqət olmaq, yəni məyub olmaq. Xəstələri. Adam mərizlədir. Bir dəlilə görə, bir hər nəyə görə mərizlədir. Yetimlər. Biri öldü, uşaqları qaldı. Xanımısı, dulları, xanımları qaldı. Nə olar bunlara? Bu sandıqlarçı paralarla, para pula deməkdir. Türkiyədə para və pul hərlikisi işləmir. Qorumaqdır. Bu insanları o sandıqdakı pullarına qorurlar. İndi dostlar, bunları nə edirlər? Gətirirlər bunları, ya verirlər bir dana sərmayə mərkəzinə, deyirlər, sən bunu işlət, bizə də ayda bir mənfəət gəlsin pulumuzun üstünə. Ya qoyurlar banca, ya da özləri bunu məsələn bir işə vururlar. O işdən qazanc gəlir, çox. Bu pul daimən orada qazanır. Və sabahları indi buna biymə gəlibdir. Əla məsələn, bunun yerin biraz biymə alıbdır. Siğorta deyirlər Türkiyədə. Mənim elə bilmirəm ki, görürsünüz məni ya görmürsünüz. Hər halda çünki mən burada işıq biraz əcib gəlib düşdü üzümə. Çocukların tərbiyəsi və gənclərin teknikcə yüksəltilməsi bu yardım görevlərinin içindədir. İndi uşaqları istiqşə daxil göndərək mədrəsəyə və gənc adamlarımızı, cavanlarımıza da iş öyrədək. Çocukların tərbiyəsi burada təlim demir. Təlimi qoyur dövlətin öhdəsinə, yəni öyrətmək. Tərbiyəni deyir. Tərbiyəni deyir ki, çocukların tərbiyəsi və gənclərin teknikcə, yəni sənəti olaraq, teknikcə yüksəltməsi, yəni uşaqları, cavanları, məsələn, bunları amuzuş verirsiniz ki, öyrədirsiniz ki, bunlar işləri yaxşı öyrəsinlər, yüksəlsinlər. Bu yardım görevlərinin içindədir. Yenə deyil, o üstdəki o sandığın içindədir. Bundan başqa məslək federasyonları öz sənətlərinin irəliləməsi üçün də para xarcarlar və çalışarlar. Deyir, bundan əlavə də o sendikalar ki var, hər işin dedik bir sendikası vardı da. O sendika da indi məsələn işə bir taza dəstgah gəlir. Ya taza bir sistem gəlir. Adamları gəlir deyir ki, bu puldan götürək, qoyaq görsünlər, orada dövrə görsünlər, taza teknolojini öyrəşsinlər. Gəlsinlər, eləyə bilsən, dünya ilə rəqabət eləsinlər. O paralardan xarclarlar, yəni xərc elərlər və çalışarlar. Məsələn, sənəti məmləkətlərdən uzman gətirilməsi. Bir sənəti məmləkətlərdən bir dəstgahın bir mütəxəssisi gətirirlər, burada təlim versin. Sənəti məmləkətlərinə öyrənci göndərilməsi. Məsələn, bir də uşaqlarından göndərirlər, gedin, məsələn, filan yerdə, filan məmləkətdə bu işdən öyrəni görün. Pulun o mərkəz verir. O sendikaya, o konfederasyon verir. Ortaq makinelər və digər gərəkli olan şeylər gətirmək və öyrətim və ya tüketim kooperatifləri qurmaq kimi işlər. Deyir ki, ortaq makinelər, ortaq yəni müştərək, şərik. Şərik maşınlar gətirir və digər gərəkli olan şeyləri, gərək yəni ərəbcə sözdür, lazım olan şeyləri gətirmək və üretim dedik, tolid, yaratmaq, üretim və ya tüketim, məsrəf, tüketim də məsrəfdir, kooperatifləri. Kooperatif latincə sözdür, kooperativ ya kooperativ.
yəni taavuni, əməkdaşlıq mərkəzləri şəklində qurmaq kimi işlər iş qrupunun ekonomik açıdan yüksəlməsini sağlayacaq girişmələrdəndir. Deyir, bu əxlaqlardan elə budur ki, deyir, bu cür bir şeylər qurarlar. Bu da insanların gəlişi çoxalar. İş qrupunun, o hər işin özünün, cəmiyyətinin ekonomik, iqtisadi açıdan baxışından yüksəlməsini sağlayacaq. Belə bir işlər onların yüksəlməsini, yəni gəlirlərinin çoxalmasını, işlərinin yaxşı görülməsini saxlar. Milli dayanışmanı gücləndirmə. Milli dayanışmanı nə cür gücləndirək deyir bu işlərlə. Bölümündə məslək əxlaqının meydana gətirəcəyi dayanışma haqqında yetərli bilgi və verilərindən burada bu qədər yetinəldir. Deyir ki, indi milli dayanışmanı gördünüz də nə cür yaradır. Yəni bir dana hər şəhərdə bir çıxılı dərnək olur, oradan gedir ustandə olur, məsələn, federasyon ya mərkəzdə olur federasyon və sonra da işlərin hamısından bir dana olur konfederasyon. Görün ki, bu nə işləri görə bilir milli cəhətdə, yəni məmləkətin başında nə işlər. Milli dayanışma gücləndirilmə bölümündə məslək əxlaqının meydana gətirəcəyi dayanışma haqqında yetərli bilgi indiyəcən verildiyindən burada bu qədər yetinildi, yəni kafidir. Dostlar, 95-ci səhifədə taza mətləb başlayır və o 2 səhifə, 3 səhifə, 4 səhifə davam eləyəcəkdir. Bəli, dəqiqən 4 səhifə davam eləyəcək. 95-ci səhifə. Görüm ki, mən burada əgər görsəsə ki, nə qədərdir. Bir 20 dəqiqədə oxuya bilərəm, bir davam verək da. 95-ci səhifədə ailə əxlaqına keçdi. Dostlar, bu ailə, necə o 2 əxlaq çox mühümdür. İndi bu 3-cü əxlaq bizim İran adlanan cəəlli torpaqlarda çox mühümdür. Çünki orada təqribən ailə əxlaqı, necə iş əxlaqı kəsən yox idi. Məmləkət əxlaqı da yoxdur. Onlar ki, casusluğa müttəhəm eləyirlər, özləri casusdular. Da bunu Əhmədinəcad dedi də, yəni mən özümdən demirəm. Və onlar işi zindanda vətənə xiyanətdən gedirlər, onlar əslində vətəni çox istəyənlərdilər. Hətta mən bu cəsarəti elərəm deyəm, o türklər ki, bu günləri təcziyə, tələbliğə müttəhəmdilər. Onlar farslardan və dövlətdən çox bu İranın qalmasını istirmişlər. Çünki onlar deyirlər, bizim haqlarımızı versəz, yəni vaqiyyət var, diqqət buyurun, bunu çox cəlib, bu sözü mən bir dəfə də Günas TV-dən demişəm. Mən İran dövlətinin, farsların yerini olsam, birazca İngilistanın siyasətini işlədərdim. Gələrdim, deyərdim, bu türklər, bu ərəblər, bu bəluçlar, bu türkəmənlər, bu qəşqailər, bu lorlar nə istəyirlər? Verim də. Məsələn, bunlar türk dilində mədrəsə, türk dilinin rəsmi olması istəyirlər. Tamam, mən bunları versəm, bunlar kim gələcək təzyiq tələb istəyə, təzyiq tələbliq eləyə? Məsələn, kim burada gedər bunun dalıca? Tamam haqlar ki, istirdi, xamusun dövlət versə, millət gələr bizim dalımızca. Yox. İnanmıram, gələn olar. Çünki istiqlal bir ayrı aidiyadır. Tək istiqlal deyil özdə. Bunun dalısında türk birliği var. Bunlar mühümmüdür. Amma deyirəm, yəni ağıllı bir siyasətmədar eləyə bilər ki, bizi biraz zəifləndirə. Xoşbəxtanə İranlıların və farsların ağılsızlığı bizi gücləndirir. Hər halda getək ailə əxlaqına görək ki, nə deyir? Əski türklərdə ailənin 4 dərəcəsi var idi. Hər ailədə 4 dərəcə var idi. Əski qədimi türklərdə. Boy, soy, türkün, bark. Boy, məsələn, fikir eləyin ki, mənim nənə dəbənimin və dədə dədəmin İkisi sonda bir neçə nəsil qabaqda yetişiblər bir yerə. Fikirləm ki, adına deyirlər Kalbi Heydər, nə bilim, hər kəsə. İndi onun uşaqlarından bir yaxşı 300 nəfər, 500 nəfər uşaq var. 300 nəfər, 200 nəfər, hər neçə nəfər. Buna deyirlər ki, məsələn, indi Cəbraməş, bunların adını bilmirəm. İndi bizim mənim öz boyumuz yadımdan çıxdı ki, bax, nədir? Hər halda. Məsələn, fikir edin ki, bizə deyirlər ki,
Çalanda 3-4 dana boy var da, izafə yoxdur. İndi yadımdan çıxdı bunlar. Calibdir. Heç birisi yadıma gəlmir. Calibdir. Bir boydu, dedik, yəni tayfa kimi bir şeydi. Bir soydu. Nəcad. Məsələn, türklər məsələn. Bir də türkündür. Görək bunu nə məna eləyəcək? Barkı da bilmirəm. Onda görək nə məna eləyəcək? Bir dana. Boy. Əski Oğuzlarda ailə adı. Boy ismidir. Deyir ki, əski türklərdə, qədimi türklərdə Oğuzlar bilirsiniz, o əvvəlinci türklərdilər ki, dövlət qrupları. Deyək, o məqtədə ailə adı, indiki ailə deyir, məsələn, mənim şöhrətim Hidayətdir, Hidayətlərdənəm də mən. Deyir ki, ailə adı nə idi? Boy adı idi. Yəni, tayfanın adı idi. Tayfanın bir adı var idi, hamı onu daşırdı. Məsələn, bunu çox qəşqailərdə görürsünüz. Dedim, elə indi Hidayətlər məsələn. Məsələn, Hidayətlər. Fəqət Avropadakı ailə adlarının əksinə olaraq kiçik addan öncə gəlirdi. Deyir ki, amma Avropada ailə adı əvvəl kiçik ad gələr, sonra böyük ad gələr. Deyir ki, onun tərsinə, Avropada ailə adlarının əksinə, yəni tərsinə, əks ərəbcədir, onun türkçəsi tərsinədir. Tərsinə olaraq, onun tərsi olaraq kiçik addan öncə gələrdi. Yəni, boy adımız kiçik addan öncə gələrdi. Axanlı. Biz Axanlıyıq, məsələn. Axanlı deyəndə, məsələn, mənim adım indi İnsaf Əli Hidayətdir. Çünki Avropa şəklində Rza Şah dövrəsindən bu yüzden bunu gətirdilər, farslaşdılar, bizi bu cürsü şeylər. Avropadan gətiriblər bu sistemi. Deyir, türklərdə nə cür idi? Türklərdə öncə boy adı gələrdi. Axanlı Hidayət. Axanlı İnsaf Əli, məsələn. Məsələn, Salur Qazan. Salur tayfa boy adıdır, Qazan adamın adıdır. Boğduz Əmən. Əmən adamın kiçiyi adıdır, Boğduz bunun şeyidir. Qaya Səlcik. Qaya Səlcik. İsmilərindən birinci kəlmələr boy adı olub. Bunları ki, dedik, hamısı Salur, Boğduz, Qayan. Bunlar boy adlarıdır. İkinci kəlmələr kiçik adıdır. Adamın ikinci kəlməsidir. Burada görürüz, adamlar bir-birlərini rahat tanırlar. Hər yerə gedirsən, sən kimsən? Ya kimlərdənsən? Mən özüm soruşanda, dostlardan soruşam, siz kimlərdənsiz? Deyir, məsələn, mən filan yerlərəm. Ya yerin deyir, ya boyun deyir. Axanlılardanam, məsələn. Bu isimləri Qurqud Ata kitabından görürük. Bu adları ki, üstə çəkdi, deyir, bunlar Qurqud Atanın kitabında görürük. Kaşgarlı Mahmud da Divan-ı Lüğətində deyir ki, bir adamın kim olduğunu anlaşmaq istənildiyi zaman hansı boydansan deyə sorulur. Kaşgarlı Mahmud da Lüğət divanında sözlüyündə deyibdir ki, bir adamın kim olduğunu anlaşmaq istəyəndə, yəni biz istəyək o adamla anlaşaq ki, sən kimsən, mən kiməm, istənildiyi zaman, bu zaman ki, iradə elədik ki, bilaq, hansı boydansan deyə sorulur. Deyərlər, hansı boydansan? Kimlərdənsən? İndi bizdə məsələn deyilir, kimlərdənsən? Bununla bərabər boy adının kiçik addan sonra gəldiyi də olur. Deyir, əgər belə olsa, bu cürsü deyilsə ki, sən kimlərdənsən, eləyə bilər İnsaf Əli Axanlıyam. Deyir ki, bununla bərabər, belə olanda, bununla bərabər boy adının kiçik addan sonra gəldə də ola bilər. Yunus Emrədəki əmrə kəlməsi Oğuz elinin əmrə ya imrə boyundan başqa bir şey deyildir. Yunus Emrə ki deyirlər, bir məşhur, bilirsiniz, arifdir, şairdir. Bir dana da onun dizisi düzəlib Türkiyədə. Çox gözəl, sevməli, 14-15 bölümdə çox gözəl, sevməli bir şeydir. Orada da insanlara əxlaqı, bu əxlaq sözü çox pis bir şeydir. İranda onu, mən demişəm bunu, İranda tamam kəlmələrin içi zəhərlənibdir. Əxlaqın yerinə, məsələn, biz desək ki, yaşam quralları, yaşam qanunları.
daxı dərdə dəyər. Ta gələx şey deyək. Deyir, Yunus Əmrənin adı Yunusdur. Əmrə ki vardı. O Əmrə deyir ki, boyunun adıdır. Oğuz ellərindən İmrə boyunun adıdır. Oğuzlarda hər boyun özünə məxsus bir damğası, bir onqun və bir sökükü varıdır. Türk yörəsinə bax. Deyir ki, Oğuzlarda, Oğuz tayfasındakı Türklərin bir tayfasıdır. Neçə danadan, 12 danadan ya 24 danadan bir tayfasıdır. Hər boyun özünə məxsus bir damğa. Damğa nişanə. Armı. Bu günlərə armı deyilir. Simbol, simgə. Simgə türkcəsidir. Damğa deyirdi. Damğa. Bir də dostlar, diqqət buyurun, bu heyvanları yandırardılar. Üstünə bir dağ basardılar. O dağdan gələn nəzərimə gəlir ki, olacaqdır. Dağ basmaq ki var idi, heyvanları basardılar ki, bəlli ola bu heyvan filan kəsindir. Ona tay bu da damğadır. Yəni bu da insanlar bunu məsələn özləri ilə daşırdılar ya özlərini oldu. Bu da o cürsə bir öngün. Öngün bu da öngünü bir sükük varıdır. Üç cürə deyir köy götürürlər. Biri damğadır, biri öngündür, bir də söküşdür. Görək ki, bunlar nə mənə? Türk yörəsinə bax. Türk yörəsində deyir belə, yəni Türk yörəsi, yəni Türk tarixində, o gün dedim də törə, yəni məcmui qavanun və müqərrirat-ı şəfahi. Oğuzlarda hər boy sürüləri ilə xəzinələrini öz damğaları ilə nişanlardılar. Oğuz milləti, Oğuz türkləri hər boyu öz damğaları ilə, öz o əlamətləri ilə, simgələri ilə, sürülərin, yəni heyvanların, fərq eləməz, indi bu at olsun, eşək olsun, inək olsun, öküz olsun, camış olsun, qoyun olsun, quzu olsun, keçi olsun, hər nə olur olsun o heyvanı və xəzinələrini. Xəzinə də yəni mal-darayatları ki, nələri var, onları öz damğaları ilə nişanlardılar. Əlamət vurardılar, o simgələri ki var idi, armıları ki var idi, ondan üstünə vurardılar, bəlli olardı. Yakutlarda, Yakut bir tayfadır, dedik türklərdən bir tayfadır, boy üçün sip adı verilir. Yakutlar boya nə deyərlər? Sip deyərlər, sip. Biz boy deyirik, onlar sip deyirlər. Bu kəlmə Anadolu türkcəsində sup biçimini almışdı. Anadolu dilində, ləhcəsində, yəni Türkiyənin bugünkü ləhcəsində sip yerinə sup deyiblər. Sup. Ya sop. Biraz değişilib. Sip olub sop. O dilin ahənginə bağlanır da, yəni ondan gəlib beləsi. Yakutlarda sipin fərdləri arasında ekonomik bir ortaqlıq var idi. Deyir, hər sip, yəni hər boyun adamları arasında bir ekonomik, iqtisadi bir ortaqlıq var idi. Hamı şərik idi. Bu seriallara da baxsaz, Türkiyənin məsələn, deyək, Diriliş Ertuğrul'a ya indi Kuruluş, Osman Kurulu, ona baxsaz, ya o birislərinə baxsaz, görürsünüz ki, hamı xanımlar işlir, bir nəfər bunu satır hamının tərəfindən, xan ya hər kəsi qoyublar. Bunun mənfəəti hamıya gəlir. Necə ki, savaşa geçsələr, əgər qənimət alırlar, bu hamının arasında bölünür. Çünki hamı orada şərikdir. Bir ortaq var idi. Bir adam üyəsi olduğu sipin içində istədiyi evdə saatlarca uya bilirdi. Deyir, hər adam bu sipin ya boyun üzvü ola, yəni bu məsələn bu famildəndir. Məsələn ki, dedim Çalanda 4 dana boy vardı. Bunların məsələn indi Axanlıları dedim. Əlbəttə Axanlılar bir-birinin evinə getməzlər, şükür olsun. Çox gəlişiblər. Amma deyir məsələn o qədimlərdə bunlar hər kəsənin çadırı ya evi hamının evi ola bilərdi. Hamı gedərdi, qapını döyərdi, izni olardı, gedərdi içəridə başını qoyub yatardı. Deməzlərdi ki, çünki bura hamınındır. Bu evlər hamınıdır. O günləri bu şeyi də, sorpusları da misal verdim ki, indi də o cürdülər. Hətta mən taza pom benzinə getmişdim bir 2 gün öncə. Çox da az qalır. Qutuldu əslində. 10 dəqiqə qalır. Getmişdim pom benzinə, bu aboriginal dedikləri ya native dedikləri bir teritori, bir
topraqdır ki, onların əlindədir. Orada biraz benzin ucuz olur. Mən yolda geçəndə orada benzin vururdum. Orada Kanadanın hər yerinin tərsinə bir iş görürlər. Orada sən oturursan maşında, adamlar, o neytivlər gəlirlər, maşını və benzini vururlar, sonra sənə deyirlər, get pulu ver. Onların hamısı orada işləyir, oradan hüquq işləyirlər. Orada, yəni o benzin hamınındır. Belə nəzərə gəlir. Ya da hamı özün ora sahib kimi görə bilir. İstədiyi evdə saatlarca uyuya bilərdi. Uyumaq da dedik, yəni yatmaq. Demək ki, bir fərdin öz boyu içində hər evi kullanma yetkisi var idi. Demək ki, yəni nəticə alırıq ki, bir fərdin, hər adamın, yəni hər adamın ya hər bireyin öz boyu içində, öz familləri içində hər evi kullanmaq, hər evi istifadə eləmək yetkisi var idi, haqqı var idi, gücü var idi. Gücü var idi ki, hər yeri, hər evdə istifadə eləsin. Topraq mülkiyyəti sipə aiddir. Dedim bunu. Topraq mülkiyyəti bura bizimdir. Bura bizim hamımızındır. Mütəəssifانه indi o cür bir şey türklərdə qalmır. Yəni boya aiddir torpaq. Kiçik ailələr bu ortaq toprağı zoğlara ayıraraq ayrı-ayrı əkə bilirlər. Deyir ki, indi bu boyun içində bir ailələr vardı da. Deyir ki, kiçik ailələr bu ortaq torpağı zuğ deyə zuğ bir bölürlər, adına zuğ deyirlər. Zuğlara ayıraraq. Neçə zuğa ayrılırlar? Bizim yerdə buna bir ayrı ad deyirlər. Məsələn, deyirlər ki, bizim mahal neçə... Ay, mən bunu taza öyrəşmişdim nənəmdən, yadımdan çıxıbdı. Məsələn, bunu neçə yerə bölüblər? Məsələn, Qibetlə Mindirənin mülkü var. Bunu məsələn 4 yerə bölüblər. Yarısı düşüb Çalana. Bu qədər böyükdür. Zoğlar ayrılaraq, yəni bunu yeri bölürlər zoğa. İndi neçə kilometrdir, eni boyu nə qədərdir onu bilmirəm. Ayıraraq ayrı-ayrı əkə bilirlər. Bunu hər kəsən özü ayrı əkə bilər. Fəqət mülkiyyəti daimən olması lazım idi. Amma bunun mülkiyyəti daimi kimin idi? Sipindir. Yəni boyundur. Dilqanlılar, Dilqan da bir ayrı tayfadır, gene türklərin. Fəqir isə, Dilqanlılar fəqir isə bu topluluqlara paraca yardım edilərək onların evlənməsi qolaylaşdırılırdı. Deyir ki, Dilqanlılar burada boyadı deyil, yəni cavanlar, beləsi deyək. Beyinqanlılar. Burada Dilqanlı deyir. Beyinqanlı bizdə deyirik. Cavanlar. Dilqanlılar fəqir isə, əgər cavanlar fəqirdirlər, bu topluluqlara paraca yardım edilərək, deyir, bu zoğlarda olanlara, bu şeylərdə, tayfalarda fəqir olsalar, bu topluluqlara paraca, yəni pul babətindən yardım, köməklik edərək onların evlənməsi qolaylaşdırılırdı. Onların ərəc etməsi, evlənməsi rahatlaşardı. Çəngiz yasasına görə, Çəngizxanın qanunları, yasa qanun, Çəngizxanın qanununa görə hər 40 evdə 4 evlənmə olmazsa başçıları sorumlu tutulur. Hər 40 evdə ildə 4 nəfər evlənə. Əgər evlənməsə o 40 evin başçıları məsuldurlar. Bu zümrələr boydular. Bu zümrələrə deyir boy. Bunlar boydular. Türklərdə 2 türlü əqrəbalıq terimi vardır. Türklərin 2 türlü famillik sistemi var. Biri boya, yəni səciyyəyə məxsusdur. Mən burada bir yerdə atadım. Türklərdə 2 türlü əqrəbalıq terimi var. Biri boya, yəni səciyyəyə məxsusdur. Hər fərd bu boy içində özündən böyük olan bütün erkəklərə ici, özündən böyük olan bütün qadınlara aba unvanlarını verirdi.
Deyir ki, biri nədir? Boyda olar. Yəni, səciyyə. Səciyyə, yəni, yaxçı şeylər. Səciyyəyə məxsusdur, yəni yaxçı şeylərə məxsusdur. Hər fərd boy içində, familləri içində dedik, tayfası içində özündən böyük olan bütün erkəklərə ici deyər. Özündən böyük olan bütün xanımlara da aba unvanlarını verərdi. İndi ki biz Təbrizə aba işlədirlər, nəniyə deyirlər. Amma qədim bu aba nə imiş? Hər kəs, məsələn məndən hər kəsin sinni yuxarıdır, xanım qisməti, onlara aba deyərmişsəm. Hər kəs məndən yuxarı erkək qisməti sinni yekəymiş, onlara da ici deyərmiş, deyilərmiş. Özündən böyük olan bütün erkəklər, tamam. Özündən daha kiçik olan erkəklərə ini, özündən daha böyük olan qızlara singil adlarını verirdi. Özündən daha kiçik olan erkəklərə, mən məsələn özümdən kiçik olan cavan oğlanlara ini deyərdim. Özündən daha böyük olan qızlara, xanımlara yox, qızlara singil, single kimi yazılıb da, amma singil adını verərdi. Özü ilə yaşıd olan erkəklərə atı adını verərdi. Özü ilə sinliləri sindaş olanlara da nə deyərdi? Deyərdi ki, atı. Mənim atılarım, yəni mənlə sinliləri bir olan, bir dövrədə olmuşuq. Qızlar ki ərə getməyiblər, onlar ki məndən böyüklər, onlara singil deyərdim. Oğlanlar ki məndən kiçiklər, onlara ini deyərdim. Onlar ki məndən böyüklər, onlara ici deyərdim. O xanımlar ki məndən böyükdülər. Mən də evlənmişəm, onlar da evlənibdi. Məsələn, onların da hamısına aba deyərdi. Bunu nə deyir? İstəyir deyək ki, bir növ sistemi, nizami kimi sistem var idi. Hamı bilirdi ki, bax bu məndən aba ki dedim. Məsələn, bunlar, yəni bu xanımlar məndən böyükdülər. Mən bunlara məsələn deyirəm, ağır danışmayacağam, sözlərinə qulaq asacağam, sözlərin üzlərinə qeytərməyəcəyəm. İndi bizlərdə belə bir şey qalmır, mənim özümdə də qalmayırdı. Bu kəlmələr də sonraları bir takım değişiklərə uğradı. Deyir, bu sözlər ki, üstə dedik, bunlar deyir ki, tarix zamanında biraz değişdilər. Oğuzlar ici yerinə ağa kəlməsini, mən dostlardan gördüm, yazmışdı Ağa Məhəmməd Xana niyə ğı ilə ağa yazırlar. Burada deyir ki, ağa sözü ici ki dedik özümüzdən böyüyə ici deyirik o kişilərdə. Oğuzlar ici yerinə ağa kəlməsini, sözünü işlətdilər. Aba yerinə ki dedik indi ana deyilir, analara Təbrizdə deyilir. Aba yerinə abla kəlməsini işlətdilər, buydular. Atı kəlməsi ki dedik ki, atılar kimdilər? Məndən yaşıtdılar. Atı kəlməsi də ata şəklini alaraq başqa anlamlara gəlməyə başladı. Atı da ataya çevrildi və hər kəsən öz dədəsini ata dedi. Necə ki, indi məsələn bizdə qağa deyirdik, indi hamı da ata, baba deyilir. Boyun həm ana boyu və həm də baba boyu və şəkilləri var idi. Boy iki tərəfli olardı. Mən özümdə də dedim, bir nənə tərəfi, bir dədə tərəfi. Boyun, hər boyun həm ana boyu olardı, həm ata boyu olardı. Əziz dostlar, elə burada qoyun qurtarım. Çünki orada da vaxt görsədir ki, qurtardı. Yarın ömür olursa, bu 95-ci səhifənin son paragrafın oxuyarıq. İkinci, yəni ikiyə yetişir, soyadı. Birincisi o 4 dana ki, dedi, türklərdə olar. Onun boyu dedi, indi soya gələcəkdir. Sağ olun, sağ qalın, görüşmək üzrə.